Şimdi Qarsda bir kəlmə var, böyür oxu. Yani böyür oxu nə anlama gəlir, hangi anlamlarda kullanılır, böyür oxu. Gəlinlə damat otururlar belə, da yeni evlidirlər. Deyirlər ki, gidək gəzək, tozaq deyir. Karıcığım qalx gidelim, işte biraz qalenin orada gəzək. Hemen baxsan baldız oradan otlandı. Mən də gəlim mi? Damat bilir, böyür oxu bir yanımızdan el çəkmir ki, böyür oxu. Və hətta gəlinlə damat barabar otururlar. Gəlin deyir ki, işte eşinə deyir ki, kocacığım biraz gidip bir kahve falan içip gelelim mi? Baxsan oradan hemen qaynı hoplandı. Yenge mən də gəlim mi? Yengək səni ağlasın görüm. Ay böyür oxu. Böyür oxu kim ortadan çıxmasa ne olur yani? Hı? Sen gelmezsen kim senden küser yani? Hı? Gelme kardeş. Gelme ya, bir baş başa bırakın ya. Yani böyür oxu ortaya özünü atan, özünü çıran her şeyin içinden hop ben de çıktım, ben de buradayım, ben de gəlim mi? Deyən adamlara deyilir böyür oxu.